SSR alimlərinin çoxu onun Nobel mükafatının namizədliyini təklif ediblər. 1957-ci il dekabrın 29-da siyasi büronun iclasında müzakirəyə çıxarılıb. Baş katib Nikita Xruşov və büro üzvləri sənədlərin Nobel komitəsinə təqdim olunması haqqında razılığa gəliblər. Qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxıb. Sovet ordusunda xidmət edən erməni marşal Bagramyan və erməni general Babacanyan dövlət sirri, hərbi sirr olduğu üçün bu məlumatın Stokholma göndərilməsini məsləhət görməyiblər. SSR Nazirlər Sovetinin sədrinin birinci müavini erməni Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərini dəstəkləyib. Beləliklə, 3 erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmayıb. Bir çox elmi ilklər imza atmış Yusif Məmmədəliyev 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən alim, müharibə zamanı kimya sənayesi sahəsində etdiyi kəşflərinə görə birbaşa elmlər doktoru, professor adını almış nadir şəxslərdəndir. İkinci Dünya müharibəsi zamanı düşmən qırıcılarını məhv edən təcrübəli təyyarəçi zabitlərlə bərabər bu uğuru 3 kimyaçının ayağına yazırdılar ki, onlardan biri də həmyerlimiz idi. Respublikada elmin inkişafının bütöv bir dövrü bu alimin adı ilə bağlıdır. Tank əleyhinə qarışığın kəşfi, məhvedici kokteylin müəllifi Yusif Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşaraq mayədən bir qədər buxarıya sıçradır. Bu zaman hündür alov qalxır. Buxarının oda davamlı kərpicini əridir. Metal boruları dağıdır. Məmmədəliyev naftalan neftinin gizli, müalicəvi məziyyətlərini üzə çıxarır. O, 1950-ci ildə strateji raketlər üçün duru yanacaq yaradır. Faşist Almaniyası üzərində SSR-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonraki illərdə belə danışırdılar. Müharibənin Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzin hesabını udmaq mümkün oldu. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Amma bütün bunlara baxmayaraq, Yusif Məmmədəliyev 20-ci əsrdə alim üçün uğurun ən yüksək həddi olan Nobel mükafatına layiq ola bilmədi. O, əslində mükafatın astanasındaydı. Yalnız yenə erməni məkirliyi Azərbaycan elminin əldə edəcəyi ən böyük uğurun üstündən xətt çəkdi. 1942-ci ilin dekabr ayının 31-də Yusif Məmmədəliyevin 37 yaşı tamam olur. Bu məqamda hamı gənc Azərbaycanlı alimin elmdə ən yüksək mükafat olan Nobeli qazanacağını düşünürdü. Çünki o, aviasiyanın yüksək aktanlı yanacaqla təmin edilməsinə nail olmuşdu və məhz bu kəşfin sayəsində 1943-cü ilin qışından 2-ci Dünya müharibəsinin sonuna dək İl 2 və La-5 Sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirmişdilər. 1943-cü ildə bununla bağlı Vışqa qəzeti yazırdı. Sovet aviasiyasının məşhur qəhrəmanı Pakrişkindən, General Duzusovun igid təyyarələrindən və ya General Asipenkonun qırıcılarından soruşun. Havada ağalıq etməkdə sizə kim kömək etdi? Yakovlev, Mikulin və Məmmədəliyev. Onlar bir iş gördülər. Sovet təyyarəçilərinə hamıdan yüksəkdə, hamıdan uzağa uçmaqda kömək etdilər. Bu kəşfdən sonra Yusif Məmmədəliyev Stalinin təşəkkürünü alıb, Lenin ordeni ilə tərtib olunub və birbaşa kimya elmləri doktoru, alimlik dərəcəsi və professor elmi adını alıb. 1954-cü il noyabr ayının 19-unda Yusif Məmmədəliyev digər bir böyük ixtirası ilə dünya elminə yeni töhfə verib. Onun icad etdiyi bərk raket yanacağının köməyi ilə Sovet kosmik raketləri atmosferi yarıb orbitə çıxa bilir və ballistik raketlər quyulara endirilib qərb istiqamətinə tuşlanır. Dünyada ilk dəfə 1957-ci ilin oktyabr ayının 27-sində məhz Sovet süni peyki çəkisizlik şəraitinə qalxır. Bütün bu yüksək nailiyyətlərin yekununda da mütləq Nobel mükafatı gəlməli idi. Moskva, Leningrad, Novosibirsk və Bakı elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini təklif edirlər. Əslində, Nobel komitəsinin tövsiyəsinə görə alimlər öz təkliflərini açıqlamamalı, heç bir yerdə müzakirə etməməlidirlər. Hətta namizədin özünün belə bundan xəbəri olmamalıdır. Lakin Sovet rejimində bu qaydaya riayət etmək mümkün deyildi. Odur ki,
Həmin məsələ 1957-ci il dekabrın 29-da Sovet Mərkəzi Komitəsi Siyasi Bürosunun iclasında müzakirəyə çıxarılır. Baş katib Nikita Xruşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlirlər. Bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxır. Mərkəzi Komitə katibliyinin təqdim etdiyi məktubda Sovet ordusunun Arxa Təchizat İdarəsinin rəisi Marşal Baqramyan, tank qoşunları komandanı General Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu kəşfə dair məlumatın Stokholma göndərilməsini məsləhət görmürlər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, Mikoyan çıxış edərək məktubun müəlliflərini haqq qazandırır və onları dəstəkləyir. Beləliklə, 3 erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı. Partlayıcı Molotov kokteyli adlanan maddə Vyacheslav Molotovun adına olsa da, o maddənin əsas tərkibi, belə desək, mahiyyəti Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Müharibə zamanı Yusif Məmmədəliyevin fəaliyyəti çox şaxəli idi. Belə ki, o, təkcə yüksək aktanlı benzin deyil, həmçinin düşməni sıradan çıxarmaq üçün bəzi partlayıcı maddələr ixtira edib ki, bu ixtiralar da müharibədə SSR qoşunları üçün çox gərəkli olub. Molotov kokteylin içərisinə tökülən qarışıq toluol maddəsini məhz o kəşf edib. Yaxşı, bu Molotov kim olub ki, alimin kəşfi onun adını daşıyır? O zaman SSR Xarici İşlər Naziri olan Vyacheslav Molotovun demək olar ki, bu kəşfdən heç xəbəri də olmayıb. Sadəcə 1941-ci ildə İngiltərənin baş naziri Winston Churchill ilə görüşərkən partlayıcı maddə haqqında məlumat verib, onun məziyyətlərindən söz açıb. Elə həmin görüşdəcə Churchill SSR Xarici İşlər Nazirinə deyib ki, bu partlayıcı vasitənin adını sənin şərəfindən Molotov kokteyli qoyuram. O, dünyanın qəbul etdiyi ən böyük alimlərdən biridir. Azərbaycanda kimya elminin və sənayesinin banisidir. Yusif Məmmədəliyev 1961-ci il dekabrın 15-də Bakı şəhərində vəfat etmişdir.